Hər kəs salam, arzulayıram ki, yaxşısınız. Mən astroloq Hacıyev Rəşad və gəlin görək dekabr ayında bizi nələr gözləyir. Dekabr ayı artıq karmaların, yəni retroların bir nöqtədə bitdiyi bir aydır. Noyabr ayı retrolardan başlayır. Artıq noyabrın sonu bitir və dekabrdan daha rahatçılıq və daha azadlıq başlayır. Dekabr ayı hər zaman kimi öz fərqli, neşəli, əyləncəli və maraqlı enerjisini özlərində daşıyır. Ayın 5-i Əkizlər burcunda baş verəcək olan dolunay dekabrı daha da rəngləndirir. Əkizlər, Oxatan, Balıq və Qız burclarına çox güclü bir şəkildə təsir edəcək. Demək, dolunay xəritəsinə baxdığımız zaman görürük ki, Veneradan təsir alır. Bu deməkdir ki, bu dolunay, bu Əkizlər dolunayı flörtözdür. Həm də zaten yüksələndə də, yəni Bakı ilə baxanda, yəni Azərbaycanla baxanda yüksələndə tərəzi gəlir deyə olduqca flörtöz bir dolunay olacaq. Yəni ki, dekabrın ilk günləri eşq, sevgi, flört, nə bilim, belə şeylər gündəmə gələ bilər. Bununla yanaşı Marsdan alınan yüngül bir aspekt var, bunu ataq kənara. Ən əsas Venera ilə aspekt alır. Yəni uzun sözün qısası sevgini və eşqi gündəmə gətirə biləcək bir dolunaydır. Sevgi ilə bağlı problemli münasibətləri bitirə biləcək bir dolunaydır. Bu hansı tarixlərə aiddir? Noyabrın son günlərindən başlayır, dekabrın 12-sinə, 13-ünə qədər təsir edəcək. Yəni həyatınıza sevgi də gətirə bilər, amma problemli sevgiləri də çəkib ata bilər ya da flört həyatınızda canlandıra bilər bu dolunay. Bununla yanaşı dolunayın xəritəsinə baxanda karyera cəhətdən də potensiallı enerjilər daşıdığını görürəm. İş, uğur, karyera kimi mövzularla əlaqədar. Əgər karmalarınızda yaxşıdırsa, çox uğurlu ola bilərsiniz. Səyahət eləmək, gəzmək, yeni yerlər görmək, mənəvi ruhsal olaraq inkişaf eləməklə də çox yaxından əlaqəli olan güclü bir dolunay olduğunu görürəm. Bundan əlavə Əkizlər burcunun mövzuları da gündəmə gələ bilər. Ağıl, zəka, beyin, əylənmə, əyləncə, bax belə mövzular bol-bol gündəmə gələ bilər. Yaxın yol səyahətləri, yeni biliklər öyrənmə dekabrın ilk 20 günündə aktiv olan enerjilərdir. Bundan əlavə 20 dekabrdasa bir ədəd Oxatan burcunda bir yeni ayımız var və bu Oxatan yeni ayının çox güclü təsirlərinin olduğunu görürəm. Belə ki, bu da Venera ilə qovuşub. Allah, dekabrda sevgi var, eşq var. Dekabr çox sevgi doludur, flört eləyəcəksiniz bol-bol. Yəni subaysızsa əgər, həyatınızda birini istəyirsinizsə ya da evlisinizsə yoldaşınızla belə maraqlı dönəmlərdir. Üstəgəl bu Venera ilə Marsdan da qovuşur. Biraz dekabr ayı seksual cəhətdən də aktiv bir aydır. Enerjinizi güclü bir şəkildə ortaya qoya biləcəyiniz bir aydır. Sadəcə dekabrın axırına doğru olan belə deyək də Oxatan yeni ayı biraz sərt bucaqlara sahibdir. Ona görə dekabrın ilk günləri çox daha rahat. Dekabrın biraz daha axırlarına doğrusa, yəni o ayın necə deyim, 13-ü ilə 25-i arası biraz daha sərt təsirləri daşıyır. Bu dövrdə biraz daha bəzi sınaqlarımızla qarşı-qarşıya gələ bilərik. Həll eləmədiyimiz, ödəmədiyimiz sınaqlarımız varsa bunlarla üzləşə bilərik və yüngül emosional olaraq biraz yorğun ola bilərik. Yəni də bu çox pis bir dolunaydı demirəm. Yeni ayda daha doğrusu demirəm. Çünki maddi mövzular da çox toxunur, pul mövzularını da gündəmə gətirəcək. Amma belə güllük gülistanlıq deyil, amma bərəkətli bir, onu deyim ki, olduqca bərəkətli bir yeni aydır, dekabrın 20-si olan. Yəni ki, dekabrın 20-si həm də səyahət eləmək, gəzmək üçün, mənəvi olaraq inkişaf eləmək üçün olduqca potensialdır. Xüsusən həyat yoldaşının pulu başqa yerdən gələn pullar barədə potensialdır. Ciddi münasibətlərlə bağlısa ani hadisələr gətirə bilər. Ani olaraq münasibətlərdə qopuşlar və ya birləşmələr olaraq özünü göstərə bilər. Bununla yanaşı bizə ailə, ev yuva mövzularına da olduqca köklərimizə yönləndirə biləcək bir yeni aydır. Dekabr ayının 10-undasa Neptun retrosu qurtarır. Bunu qoyaq kənara. Bu biraz çox generativ bir təsirdir, ümumi bir təsirdir. Dekabrın 12-si Merkurin Oxatan burcuna keçdiyini görürəm. Dekabrın 12-sindən sonra xüsusən xaricə getmək, gəzmək ya da ümumiyyətlə dekabr ayında yeni yerlərə getmək istəsəz ya da özünüzü inkişaf elətdirmək istəsəz, təhsil, din, belə mövzular, səyahət çox gündəmə gələ bilər. Dekabrın 15-dən etibarən Mars keçir Oğlaq burcuna. Mars əzmin, gücün planetidir və Oğlaq burcuna keçdiyi üçün enerjimiz çox güclənir. Amma daha çox maddi olaraq güclənir, spiritual olaraq yox. Düzdür, spiritual olaraq da güclü enerjilər olacaq. Amma dekabrın axırlarında 15-də Mars Oğlaqa, 24-də isə Venera Oğlaqa keçir. Yəni ki, dekabrda artıq dekabrın 15-dən sonra ənənəvi münasibətlərə daha çox yönələ bilərik. Necə deyim, belə qeyri-adi münasibətlər yox da ənənəvi münasibətlər, belə çılğın şeylər yox da standart şeylər, yəni garantici yaxınlaşa bilərik və bu bizim daha çox material mövzulara yönəlməyimizə və dekabrın 15-dən sonraki periodda daha çox işimizə, gücümüzə, hədəflərimizə, statusumuza, enerjimizi yönləndirməyimizə səbəb olur. Bir də dekabrın 15-nə qədər Oxatanın təsiri olacaq deyə çox daha belə
Mars oxatanın çox daha laylaylom, rahat, əyləncə fokuslu enerjimiz olarkən dekabrın 15-dən sonra daha əzimli və disiplinli hədəflərinə gedən bir enerji ilə qarşılaşa bilərik. Dekabrın 24-də isə münasibətlər mövzularından bağlı daha sağlam və ciddi bir enerjiyə keçə bilərik. Belə ki, yəni xüsusən o və pul mövzularında biraz da əli bərk olmağa başlaya bilərik. Düzdür, yəqin ki, yeni vaxtda insanlar pul xərcləyir, o heç. Amma yenə də nisbətən əlimiz bərk ola bilər. İndi gəlin bürclərə baxaq, görək bürcləri dekabr ayında nələr gözləyir. Əziz Qoç bürcləri və xüsusən də yüksələn bürcü Qoç olanlar, gəlin görək dekabrda sizi nələr gözləyir. Xüsusən də yüksələn bürcü Qoç olanlar, dekabr ayında 3-cü evinizdə baş verəcək olan dolunay sizin həyatınızda yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanları bol-bol gündəmə gətirəcək. Dekabrın ilk günlərində qohumlarınızla, qonşularınızla ya da yaxın çevrənizlə bağlı mövzular gündəmə gələ bilər. Bu insanlarla bağlı həm belə deyək, bir damcı çox belə gərgin, negativ deyil, amma yüngül gərginliyə də yatqın ola bilərsiniz. Yaxın çevrənizdən gözəl vaxt keçirə bilər, özünüzü inkişaf elətdirə bilərsiniz. Dekabrda 9-cu evinizə keçəcək olan Merkuri xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək ya da hər hansı bir yerdən qayıtmaq belə mövzuları da gündəmə gətirə bilər. Bu tərz enerjilər ola bilər. Bundan əlavə olaraq mənəvi, ruhani mövzularda araşdırma, dini cəhətdən araşdırma, öyrənmə kimi mövzulara ya da təhsil mövzularında zəkanızı ortaya qoymaq kimi mövzular gündəmə gələ bilər. Dekabr ayında 10-cu evinizə keçəcək olan Venera karyera həyatınızdan yana uğurlar və yüksəlişlər gətirə bilər. Dekabr ayında yüksəlmə, vəzifə artımı ya da statusunuzun ön plana çıxmağı, işinizdə uğurlar, qadınlardan yana dəstəklər olaraq özünü təzahür edə bilər. Lakin eyni dekabrda həm də 10-cu evinizdə Mars keçəcək. Bu isə karyera həyatında mübarizə, zorluq və çətinlik mənasına gəlir. Yəni uzun sözün qısası dekabrda karyeradan yana uğurlusuz və karyera statusu çox gündəmə gəlir əgər işləyirsinizsə təbii ki, ya da işləmək istəyirsinizsə. Lakin həm şanslar, uğurlar, yüksəlişlər ya da nə bilim belə əl üstünə tutulmaqlar da yaşaya bilərsiniz. Gözəl enerjilər ola bilər, amma həm də eyni şəkildə mübarizə, dava-dalaş, gərginlik ola bilər. Həm pozitiv, həm negativ enerji ikisi birdən yüksələcək və bir-birlərini neytrallaşdırmayacaqlar. Yəni həm pozitiv şeylər yaşana bilər, həm də biraz sərt və negativ şeylər ya da mübarizəli şeylər yaşana bilər. Dekabrda 9-cu evinizdə baş verəcək olan yeni ay isə xaricə getmək, gəzmək, səyahət eləmək, mənəvi, ruhani olaraq inkişaf eləmə, böyümə, təhsil kimi mövzularla bağlı yeni başlanğıclara başlama ya da ümumiyyətlə din təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı bir başlanğıclara başlama, bir şeylərin gündəmə gəlməyi ola bilər. Ən maraqlı təqdirdə xaricə gedə bilərsiniz, yeni bir təhsilə başlaya bilərsiniz ya da təhsildə gözəl şeylər yaşaya bilərsiniz. Ən sakit haldasa, bəlkə dini şeylər araşdırarsınız, bəlkə inanc, fəlsəfə belə şeylərə maraq salarsınız. Yəni ki, uzun sözün qısası dekabr sizin üçün maraqlıdır. Nə pozitiv, nə negativ tam deyə bilmirəm. Lakin istərsəniz oxatan əkizlər sezonları, yəni oxatan əkizlər dolunayları sizin üçün daha yaxşı təsir edir. Ona görə pozitiv saymağımız daha məqsəd yönlü ola bilər. Bununla yanaşı sırf öz bürcü Qoç olanlar sizi dekabrda nələr gözləyir? Əsasən materializmə və pul mövzularına yönələcəyiniz və maddi olaraq yüksəlməyə yönələcəyiniz bir dönəmdə. Eyni anda iki dənə işlə məşğul ola bilərsiniz dekabr ayında və dekabr ayında iş həyatında yəni ya yüksəliş, ya çox zəhmət ortaya qoymaq və eyni anda birdən çox şeylərə yönələrək öz gücünüzü toparlayıb problemləri həll etmək kimi özünü təzahür edə bilər. Yəni iş həyatında ya da həyatınızda genel olaraq daha çox pulla, maddiyyatla bağlı problem kimi gördüyünüz, həll olması gerəkən bir şeylər varsa, onlar dekabr ayında həll ola bilər. Bununla yanaşı əkizlər tərəzi dolça ya da ağıllı, savadlı, intellektual, beyni zəkası yaxşı işləyən bir kişi fiquru da iş, pul, maddiyyatla əlaqədar bəlkə də gündəmə gələ bilər. Dekabrda ola bilər ki, sadəcə iki dənə işə yox, həm işə, həm də başqa bir şeyə güclü bir şəkildə fokusunuzu ayırasınız. Sizin üçün dekabr problem həll edici, güclü və material bir aydır. Əsas fokusunuz maddiyyat və iş kimi mövzulardır. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər öyrəndikləriniz. Videomu bəyənirsə bəyənməyi, yorum yazmağı və digər bürcülərdən, digər Qoç bürcülərindən də bölüşməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz Buğa bürcüləri və xüsusən yüksələn bürcü Buğa olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz Buğalar, dekabrda ikinci evinizdə bir dolunay olacaq. Pul, maddi mövzular bol-bol gündəmə gələ bilər. Xüsusən də yüksələn bürcü Buğa olanlar material mövzulara, pulla, özünüzə verdiyiniz dəyərə dekabrda daha çox yönələ bilərsiniz və bununla bağlı daha iddialı və gözəl enerjilər var. Yeni pul qapıları açıla bilər, gözlədiyiniz bir pul gələ bilər ya da negativ karmalarınız varsa tam tərsinə pul gedə bilər və bu dediyim şey dekabrın ilk 12-sinə, yəni dekabrın ilk yarısında baş verə bilər. Bununla yanaşı dekabr ayında 8-ci evinizdə Merkuri keçəcək. 8-ci evinizə keçən Merkuri ruhani, spiritual mövzularda sizə ağıllandıracaq və borc, kredit tərzi mövzular varsa, bunları gündəmə gətirib həll
həll edə bilər. Bəlkə əlinizə bir pul gələcək və nəsə bir borcunuz ya da bir şeyiniz varsa onu bağlayacaqsınız. Ən pis təqdirdəsə yeni borc götürə bilərsiniz ki, yəni çox da məsləhət görmürəm. Bununla yanaşı 9-cu evinizdə Venera olacağını görürəm. Dekabr tam xaricə getməklikdir sizin üçün. Yəni gedin, gəzin, səyahət edin, bir şeylər edin. Çünki doğum xəritəniz çox, daha doğrusu astroloji situasiya bunu çox dəstəkləyir. Bununla yanaşı dini, mənəvi olaraq inkişaf eləmə, dualarınızın daha tez qəbul olmağı, akademik bir mövzu, təhsil həyatınız varsa burada uğurla qarşılaşmaq, hüquqi bir prosesiniz varsa daha uğurlu olma ehtimalının olması var. Lakin əgər xaricə getsəz ya da səyahət edəsəz, diqqətli olmalısınız. Çünki həm də 9-cu evinizdə Mars keçəcək. Bu da deməkdir ki, çalışın riskli şeylər eləməyin. Dekabr ayında xaricə getsəz ya da bir yol səyahətlərinə girsəz, risklərə girməyin, sürət eləməyin. Biraz, yəni demirəm nəsə bir pis bir şey olar, yox. Sadəcə qəzalara qarşı biraz oyanıq olun və ehtiyatlı olun. Gəzmək, görməklik vaxtı, amma risklərə girilməsi bir vaxt deyil. Yəni daha güvənli və daha təhlükəli yol varsa xaricə getmək, güvənli yolu seçin, çalışın ki, özünüzü riskə atmayın. Bunu dediyimə diqqət edin. Bununla yanaşı 8-ci evinizdə yeni ay olacaq. 8-ci ev nədir? 8-ci ev borc, pul, həyat yoldaşının maddi durumu, başqa yerdən gələn pullar, ortaqlıq işdən gələn qazanclar, spiritualizm və seksuallıqdır. Bu mövzularda baş verəcək olan yeni ay bu mövzuları gündəmə gətirə bilər və bu mövzularla bağlı həll edilməyən temaları həll edə bilər ya da yeni bir başlanğıc gətirə bilər. Dekabr ayının xüsusən 14-ü, 13-ündən 25-nə qədər olan periodda nə barədə ki, borc götürəsiz. Yəni Saturn təsirli bir yeni ay olacaq. Bax, sonra o borc sizi çox süründürər. Xəbəriniz olsun, demədi deməyin. Bundan əlavə olaraq qara magiya, negativ enerji, cadu belə şeylərdən maksimально uzaq durun. Ortaqlıq işlərlə də bağlı, əgər ortaqlıq işiniz varsa ya da həyat yoldaşınızın qazancı varsa, bir dənə biraz belə qəribə bir dönəm olacaq, amma narahat olmayın, atlatarsınız, həll edərsiniz. Bir dənə borca girmirik, kreditə girmirik. Nə barədə dekabrın son günlərində əsla, baxın, 8-ci evdəki yeni ay və sərt yeni aydır. Heç riskə giriləsi deyil. Amma seksual enerji daha yaxşıdır, yəni spiritual enerji daha yaxşıdır. Rituallar eləyə bilərsiniz ya da nə bilim başqa bir şeylər. Amma əsas odur ki, borca girməyin. Ondan əlavə başqa deyəcəyim şey yoxdur dekabrla əlaqədar buğalar üçün. Buğalar üçün genel olaraq pul və xaric və öz pulun və başqa yerdən gələn pul, borc, kredit kimi mövzuları gündəmə gətirəcək və bəlkə də bərəkətli bir ayda ola bilər. Ehtimaldır. Əgər xərcə gedib bütün pulunuzu xərcləməsəniz, xərcləyə edə bilərsiniz təbii ki. Sırf öz bürcü buğa olanlar sizə də deyəcəyim 2 kəlmə sözüm var. Belə ki, buğa bürcüləri olduqca gözəldir. Dekabr ayı sevgi, eşqlə bağlı çox iddialıdır. Əgər subaysızsa, bəlkə də ruh eşinizi tapa bilərsiniz. Təbii ki, bu ümumi bir şeydir. Ona görə %100 dekabrda ruh eşinizi taparsınız demirəm. Amma sevgidən yana dəhşət potensiallıdır. Məsələn, bəlkə sevgilinizdən davamı, tamamı bunu başa düşərsiniz əgər sevgiliniz varsa, yəni bəlkə evlilik yolunda addım ata bilərsiniz ya da tam tərsinə bitirə bilərsiniz. Sırf öz bürcü buğa olanlara aiddir ya bu hissəsi. Bundan əlavə olaraq bəlkə ruh eşinizi tapdınız, bəlkə həyatınızın eşqini tapa bilərsiniz ya da möhtəşəm bir ortaqlıq işə başlaya bilərsiniz. Yəni bunlar potensialdır. Biraz dekabrda yorulacaqsınız, biraz belə yüngüldən belinizdə yüklər olacaq, amma siz atlatarsınız. Buğa bürcüsüz, buğalar dayanıqlı olur, bərk olur. Deyək ki, siz evlisiniz. Deyəcəksiniz ki, evli buğa bürcüləri ki, nə edəcəm, indi mən də yeniden sonra kimi tapanam ki? Evli olanlar, siz isə həyatınızla bağlı, münasibətinizlə, evliliyinizlə bağlı dərin bir xoşbəxtliyi, həm də belinizə yük olan şeylərin fərqinə vara bilərsiniz və gözünüz açıla bilər. Bəlkə bu dönəm sizin münasibəti əbədi olaraq ya da uzun müddətli olaraq kökləyib daha gözəl bir vəziyyətə gətirə bilər. Ya da münasibətiniz əgər sizin çox xeyirli deyilsə, məsuliyyəti sadəcə bir tərəf götürürsə, gözünüzün açılmağına və bəlkə də bir qərar verməyinizə də səbəb ola bilər. Nə olursa ən yüksək xeyrinizə xidmət edir, bunu unutmayın. Ruhani yolunuzda möhtəşəm addımlayırsınız. Sevgi və işıqla qalın. Əziz əkizlər bürcüləri və xüsusən də yüksələn bürcü əkizlər olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Xüsusən də yüksələn əkizlər olanlar dekabr ayında baş verəcək birinci evinizdəki dolunay sizə əməli başlı təsir eləyir. Özünüzə daha çox fokuslanacaqsınız. Özünüz, görünüşünüz, geyiminiz, saç stiliniz, nəsə belə özünüzlə bağlı, öz bədəninizlə bağlı biraz daha gündəmə, belə şeylərin gündəmə gələ biləcəyi bir perioddur. Dekabrın ilk günlərində daha özünüzü duygusal və həssas hiss edə bilərsiniz. Bu olduqca normaldır. Bununla yanaşı dekabr ayında
yuxularınız nisbətən daha xəbərçi ola bilər, nisbətən və enerjiniz biraz daha güclü ola bilər. Lakin dekabrda 7-ci evinizdə bir dənə Merkurin də gələcəyini görürəm. Flört, sevgi, eşq mövzuları bol-bol gündəmə gələ bilər. Flörtöz bir vaxtınızdasınız. Əgər evli deyilsinizsə, evlisinizsə də həyat yoldaşınızla bir yerdə hərəkətli bir dönəmə girəcəksiniz. Bununla yanaşı 8-ci evinizdə Venera və 8-ci evinizdə Mars var. İndi mənə diqqətlə qulaq asın, əziz yüksələn əkizlər, xüsusən də. İndi öz bürcə əkizlər olan da müəyyən qədər aiddir, amma ən çox yüksələn əkizlərə. Dekabr ayı enerjiniz çox kəskin işləyir. Yəni dekabrda yaxşı və pis mənada enerjiniz çox güclü işləyəcək. Enerjinizi pis işlətdiyiniz təqdirdə ya da birinə bəddua elədiyiniz, neqativ enerji yaydığınız təqdirdə öz həyatınızda ağır neqativlərlə qarşılaşacaqsınız. Amma dekabrda enerjinizi yaxşı işlədib, bol-bol dualar, daha çox açıq danışsam duadan çox rituala daha meyillidir. Çünki okkultizm, spiritual evlərdədir planetlər sizin xəritənizdə dekabr ayında. Ona görə dekabrda edəcəyiniz rituallar, ruhsal praktikalar çox dəhşət güclü işləyə bilər. Mənəvi olaraq çox güclü və potensiallı olacağınız bir ərəfə olacaq. Bununla yanaşı borc, kredit kimi mövzular varsa, bundan bağlı həm bir bağlanma, həll olma, həm də bununla yanaşı müəyyən qədər mübarizələr, çətinliklər ola bilər. Əgər evlisinizsə ya da nətərsə yoldaşın pulu gəlirsə sizə, başqa yerdən pullar gəlirsə, özünüzün əziyyət çəkmədən qazandığınız pullar və ya miras, belə şeylər varsa, bu mövzularla da bağlı həm şanslı dəstəkləyici, həm də olduqca mübarizəli enerjilərin olduğunu görürəm. Yəni ki, seksual enerji dəhşətli dekabr ayında sizin bürcünüzdə, yəni aşırı yüksəkdir və ruhani enerji, yəni rituallar falan çox güclü işləyə bilər, amma sırf pozitiv rituallara yönəlməlisiniz. İçinizdə biraz kin, qisas, nifrət kimi hisslərə biraz meyilli bir dönəmdir, qətiyyən bunlara düşməyin. Bundan əlavə 7-ci evinizdə də bir yeni ay olacaq, amma biraz sərt bir yeni ay olacaq. Münasibətləri gündəmə gətirə bilər. Münasibətlərlə bağlı xüsusən əgər karmik problemli münasibətiniz varsa, bu münasibətlə bağlı bir həll oluş, bitiş ya da həyatınıza yeni münasibətin gəlməyi ola bilər. Lakin mən sizə açığı dekabrın axırlarına doğru, yəni 13-dən sonra baş verən münasibətləriniz çox bomba olar deyə bilmərəm. Çünki dekabrın biraz belə ortaları yüngül travmatik enerjilərə belə sevgini də, nifrətini də uclarda yaşamağa meyilli olduğunuz bir perioddur. Ona görə mənim sizə daha çox məsləhətim bu ərəfədə münasibət gündəmə gələcək, amma yeni biri falan həyatınıza girmək istəsə biraz gözünüz açıq olsun, çünki biraz sərt enerjilər var münasibətlə bağlı. Həm mövcud münasibətiniz varsa, həm də yeni bir münasibət istəyirsinizsə. Amma yəni müvəqqətidir də, narahat olmayın. Yəni 3-5 gün başqa min dənə gözəl şeylər var. Yəni enerjinizi işlədib gözəl-gözəl rituallar eləyə bilərsiniz. Boş verin, bir neçə gün münasibətlə bağlı həll olmasa da olar. Bəs yaxşı, sırf öz bürcə əkizlər olanlar, gəlin görə dekabrda sizi nələr gözləyir? Sırf öz bürcə əkizlər olanlar, yəni bundan öncə dediyim bildinizdə öz bürcə əkizlərə də müəyyən qədər aid idi, amma ən çox yüksələn əkizlərə. Sizdə dekabr ayında xaricə getmək, gəzmək, səyahət eləmək, yeni bir yerə getmək, yeni bir yeri görmək və dualarınızın çox sürətlə qəbul olmağı, göndərdiyiniz enerjilərin işıq sürəti ilə işləməyi və ruhani enerjinizin zirvəyə gəlməyi kimi bir şeydir. Frekansınız dəhşət yüksələcək, sözləriniz, enerjiniz çox daha tez gerçəkləşəcək. Lakin bir amca ehtiyatlı olmalısınız. Yalançılıq, saxtakarlıq, ikiyüzlülük, manipulyasiyalar varsa bunlar da gündəmə gələ bilər. Həm bir tərəfdən hədəflərinizə sürətlə yönələcəyiniz, həm də bir qədər belə deyək də tənbəl hiss edə biləcəyiniz özünə məxsus bir dönəmdə olacağınızı dekabr ayında demək mümkündür. Sizin dekabrdakı enerjiniz həm direkt hədəflərinizə doğru aparır, həm də biraz sizi yüngüldən belə deyək də yalanlar, ikiyüzlülüklər, saxtakarlıqlar, manipulyasiyaların içinə də sala bilər. Amma narahat olmayın, daha çox bombadır və pozitiv enerjiləri özlərinizdə daşıyırsınız. Əziz xərçəng bürcləri və xüsusən də yüksələn bürcü xərçəng olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir əziz xərçənglər. Dekabr ayında 12, 6, 7 vurğuları çox yüksəkdir. 12-ci evinizdə baş verəcək olan dolunay xüsusən dekabrın ilk 15 gününü sizin üçün olduqca spiritual və ruhani eləyir. Dekabrın ilk günlərində mənəvi enerji sizin üçün çox yüksəkdir. Enerjiniz çox güclü işləyir. Ruhsallığa, spirituallığa, mənəvi şeylərə daha güclü bir şəkildə yönələ bilərsiniz. Bununla yanaşı biraz içə qapanıq hiss edə bilərsiniz. Gizli sirrlər, arxanızca danışılan bir şeylər, oyunlar və ikiyüzlü insanlar varsa bunlar açılıb tökülə bilər. Sirlər açıla bilər və mistik enerji, yuxular aşırı dərəcədə gündəmdədir. Sonrasında dekabrda 6-cı evinizdə bir ədəd Merkuri olduğunu görürük. Bu da sizin iş həyatı ilə bağlı çox qaçaq-qaçda ola biləcəyinizi bizə göstərir. Yəni işləyirsinizsə çox aktiv bir dönəm keçirdə bilərsiniz. Yəni xüsusən
yəni belə bir hobi kimi ya da peşə kimi bir işiniz varsa, vəbşə belə işıq sürəti ilə oradan bura, buradan ora gedə biləcəyiniz, əsəb sinir sisteminizin biraz yorula biləcəyi və bəlkə bağırsaqlarınızla bağlı yüngül problemlər yaşaya biləcəyinizi demək mümkündür. 7-ci evinizdə baş verəcək olan Venera və Marsda, 7-ci evinizdə keçici olan daha doğrusu Venera və Marsda münasibətləri gündəmə gətirəcək. Dekabr ayı sizin üçün çox güclü iş demək, münasibət yaşamaq, bəlkə ortalığa girmək, amma daha çox münasibət yaşamaq enerjilərində. 7-ci evinizdə keçici olan Venera sevgi həyatınızdan yana şanslar, uğurlar, gözəlliklər və potensial enerjilər həyatınıza çökə bilər. Bununla yanaşı 7-ci evinizdə olacaq olan Marssa sevgi həyatında mübarizələr, sıxıntılar, gərginliklər də gətirə bilər. Çox güclü seksual münasibətlərə meyillisiniz. Yəni amma bu yeni tanış olduğunuz biri ilə və s. kimi yox da, yəni əməlli bir münasibətiniz varsa, orada çox hərarətlənə bilər ortalıq. Bununla yanaşı münasibətinizdə həm davadalaşlar, amma həm də çox gözəl vaxtlar keçirə bilərsiniz ya da yeni insanlar həyatınıza girə bilər. Bəzilərinizdə də bu dediklərim ortalıq işlə bağlı gərginlik və ortalıq işə başlamaq kimi, həm ortalıq işdə uğur, həm də gərginlik kimi də özünü göstərə bilər. Bununla yanaşı 6-cı evinizdə bir dənə olacaq olan yeni ay sağlamlığınıza yüngül toxuna bilər. Biraz xəstələnə bilərsiniz, havalar da soyuyur, həyatda da. Və bundan əlavə iş həyatında belə yüngül, xırda biraz belə çətinsi yoracaq ya da köhnədən həll etməyib yarımçıq qalan mövzuların gündəmə gəlib həll ola biləcəyi periodlarınız olacaq. Amma belə genel olaraq maraqlıdır, yəni qəribə bir aydır sizin üçün. Pis deyil yəni. Və bununla yanaşı, sırf öz bürcü xərçəngi olanlar sizə də deyəcəyim bəzi sözlərim var. Tam olaraq sizə də eyni senaryo gəlib. Pul və sevgi. Çox bomba ortalıq iş görə bilərsiniz. Əgər istəyirsinizsə, mükəmməl bir eşq yaşaya bilərsiniz. Sevgi həyatınız canlana bilər. Partnyorunuz, münasibət yaşadığınız insan pullana bilər. Duyğusu olaraq zirvədə keçirdəcəyiniz, maddi olaraq möhtəşəm enerjilərin öz yerində olacağı, ilişkilər, münasibət cəhətdən gözəl enerjilərin ola biləcəyi, bəzilərinizin gözəl müqavilələr bağlaya biləcəyi, sağlam, güclü, balanslı, möhtəşəm bir ay sizi gözləyir. Talihinizdə bəlkə də bir dönüm nöqtəsi yaşana bilər. Həyatınızla bağlı gözəl mənada bir dəyişim ola bilər və bəlkə də bu gözəl mənada dəyişimə Şir, Buğa, Əqrəb ya da Dolçu bürcü biri vəsilə ola bilər. Həyatınızda idarə edə bilmədiyiniz önəmli bir dəyişim olacaq və bu bugünə qədərki komfort zonanızdan çıxmağınıza sizi məcbur qoyacaq. Belə ki, sizin komfort zonası kimi saydığınız bərk bir şey var və o artıq bir kənara çəkiləcək. Yəni həyatınızda bir dəyişim yaşanacaq. Bu dəyişim uzun bir müddətli köklənən ya da belə qalan bir şeylər yıxılacaq və yeni bir şeylər başlayacaq. Köhnə tökülmüş ev yıxılır, amma yeni bir evin tikilməyi üçündür və Tanrı tərəfindən olur və bu daha çox inanc sisteminizdə ya da baxışınızda ya da mentalitet ya da düşüncə tərzinizdə daha çox ola bilər. Qədərsel olaraq böyük dəyişim küləyi əsəcək və bu dəyişim bəlkə ani və sürətli, bəlkə yavaş, amma bilirəm ki, güclü olacaq. Onsuz da xərçəng bürcü 2025-in bürcüydü. Yəni, əziz xərçənglər, mən də bir xərçəng bürcüyəm. Bizim ilimiz 2025 imiş, yəni astroloji olaraq. Bilmirəm sizdə elə oldu mu, deyilmi? Məndə həm hə, həm biraz yox. Nəysə, sonra danışarıq bu söhbətləri. Uzun sözün qısası, dekabr ayı sizin üçün olduqca yaxşıdır. Öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz Şir bürcüləri və xüsusən yüksələn bürcü Şir olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz Şir bürcüləri, dekabr ayında 11-ci evinizdə olan Dolunay sizə hər zaman kimi star eləyəcək. Dekabr ayının xüsusən ilk 13 günündə, 15 günündə, yəni ilk yarısında siz sosial çevrənizə daha çox zaman ayıracaqsınız. Dostlarınız tərəfindən daha çox əl üzərində tutulacaqsınız. Arzularınıza, xəyallarınıza, hədəflərinizə doğru gözəl bir enerji ilə gedəcəksiniz. Bununla yanaşı yeni dostluqlar eləyə bilərsiniz ya da problemli dostluqlarınız varsa bununla bağlı bir bitiş yaşaya bilərsiniz. Çox daha populyar olacağınız bir dönəm olacaq. Hamı sizi axtara bilər, hamı sizlə danışmaq istəyə bilər ya da daha çox əl üstünə tutula bilərsiniz. Yəni populyarlıq enerjinizin daha artacağı və arzularınızın, hədəflərinizin bəlkə də gündəmə gələcəyi, bəlkə karyeradan gələn qazancların gündəmə gələcəyi bir ay ola bilər. Əgər xüsusən bir karyeranız varsa, işdən əlavə ya da iş kimi karyera kimi iş axır ki, dekabr ayında 5-ci evinizdə olacaq olan Merkuri də biraz sizi flörtləşdirə bilər. Yüngül flörtlər yaşaya bilərsiniz. Yəni, amma dekabrın axırına doğru 5-ci evinizin 20-si falan, təxminən o civarlarında, son 15 günündəsə 5-ci evinizdə bir dənə sərt bir dənə yeni ay olacaq və bu sərt yeni ay karmik, problemli, təhlükəli deməyim də karmiksi belə yoracaq, xəyal qırıqlığı yaşada biləcək sevgiləri həyatınıza çəkməyə bir nöqtədə səbəb ola bilər. Ona görə dekabrın axırlarına doğru sevgi barədən belə bomba deyilsiniz. Həyatınıza biriləri girə bilər, amma nə qədər gözəl olar əgər subaysızsa da təbii ki, bilmirəm. Buna əlavə olaraq uşaq mövzuları, hobiləri və s. də gündəmə gətirə
bilər. Dekabr ayında 6-cı evinizdə Venera və Mars olacaq. 6-cı evinizdəki Venera, bu arada dekabrda yeni hobilər eləmək, yeni hobilərlə məşğul olmaq və s. olduqca potensialdır. 6-cı evinizdə olacaq olan Venera bəzilərinizdə iş həyatında şans işçilərdən yana şans, iş həyatında yüksəliş, F-evanı almaq, sağlamlıq cəhətdən şans gətirəcək. Həm dekabrda sağlamlıq cəhətdən şanslısınız, amma təəssüf ki, Mars da buradadır, qızdırmavız qalxa bilər, ya da başınız ağrıya bilər dekabr ayında daha çox, belə əzəliləriniz ağrıya bilər. Yəni belə cüzi problemlərlə də qarşı-qarşıya gələ bilərsiniz, amma belə aman dəhşət problemlər deyil. Sadəcə sağlamlığınıza qarşı ehtiyatlı olun və bilin ki, həm də şans da sizlə bir yerdədir. Dekabr ayı maraqlıdır, əyləncəlidir, qeyri-adidir gördüyünüz kimi. İndi gəlin sırf öz bürcü şir olanlara da baxaq. Sırf öz bürcü şir olanlar dekabr ayında siz əgər bir ortaqlıq işiniz ya da daha doğrusu kollektiv işiniz varsa, bu iş həyatında həm bol-bol gündəmə gəlmək, həm işdən yana sürətli gelişmələr, bir dönəm sürətli gelişmələr yaşamaq, həm də bir dönəm sanki işinizin, zəhmətinizin qarşılığını almırmış kimi hiss eləmə ehtimalınız da biraz var. Dekabr ayında biraz daha gözünüz açılacaq və başa düşəcəksiniz ki, hansı verdiyiniz zəhmətin qarşılığını alırsınız, hansı verdiyiniz zəhmətin qarşılığını almırsınız. Kollektivlə bir yerdə olacağınız mövzular gündəmə gələ bilər. Buna əlavə olaraq din, mənəviyyat, spirituallıq kimi mövzularda, əsasən də din, mentalitet kimi mövzular müəyyən qədər dekabr ayında sizin üçün gündəmə gələ bilər. Dekabr ayında sırf özbürcü şir olanlar sevgi ilə bağlı gözəl bir başlanğıc ola bilər. Yeni bir eşq yaşana bilər, amma ehtiyatlı olun, çünki dekabrda evli biri münasibət biraz bəzi insanlarda, hamımızda yox, təbii ki, hər şir bürcü belə bir şey yaşayan deyil. Amma bəzi şir bürcüləri ehtiyatlı olun, həyatınıza girən insan əgər subaysızsa evli ola bilər, ya da nə bilim, evli halda münasibət bilmirəm. Yəni bu hala qarşı biraz ehtiyatlı olun, amma subaysızsa ona ehtiyatlı olduğunuz təqdirdə qalan hər şey daha yaxşı olar. Yəni evli insanlara həyatınıza çəkməkdən yana biraz ehtiyatlı olun. Amma həm eşqə, həm pula yönələ biləcəyiniz, ya da həm eşqə, həm səyahətə yönələ biləcəyiniz və gələcəyinizlə bağlı uzun müddətli sağlam qərarlar verəcəyiniz, birdən çox şey balansda tutacağınız iddialı və güclü enerjilər sizlə bir yerdə olacaq. Ən yüksək xeyrinizə xidmət eləsin, sevgi və işıqla qalın. Əziz qız bürcüləri, xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz qız bürcüləri, dekabr ayında 10-cu evinizdə bir dolunay var. Bu dolunay sizin karyer həyatınızla bağlı mövzuları bol-bol gündəmə gətirə bilər. Dekabrın ilk günlərində karyera cəhətdən çox daha şanslısınız və potensiallısınız. Xüsusən dekabrın ilk 15 günü sizin karyera həyatı ilə bağlı uğurlu, şanslı ya da bir dəyişim gətirə bilər. Bununla əlavə statusunuzda da daha çox diqqət edəcəksiniz, əgər təbii ki işləyirsinizsə. 4-cü evinizdə olacaq olan Merkur isə yer dəyişikliklərinə dekabr ayında səbəb verə bilər. Sırf ya çox evdə aktiv hərəkətli dönəmlər, ya da ümumiyyətlə yer dəyişikliyi, ya da qohumlarla iç-içə olmaq kimi mövzuları müəyyən qədər gündəmə gətirə bilər. Bununla yanaşı dekabr ayında 5-ci evinizdə Venera keçəcək, sevgi, eşq mövzuları gündəmə gələcək. Bol-bol flörtləşə bilərsiniz əgər subaysızsa, ya da uşaq istəyirsinizsə uşaq mövzuları gündəmə gələ bilər. Uşaqlarınızla gözəl zaman keçirə bilərsiniz, flörtləşə bilərsiniz, hobilərinizə zaman ayıra bilərsiniz. Yəni flörtlərinizlə həm də biraz dalaşa da bilərsiniz, biraz gərginliklərdə yaşaya bilərsiniz, yüngül mübarizələriniz də ola bilər. Amma enerjinizi bol-bol sevgi, eşq, flört, əyləncə, bax belə şeylərə verəcəksiniz dekabr ayında və 4-cü evinizdə baş verəcək olan yeni ay isə ailə, ev, yuva mövzularını gündəmə gətirə bilər. Evlə, ailə ilə bağlı uzun müddətdə həll olmayan bir şeylər varsa, bəlkə bu mövzular həll ola bilər, ya da tam tərsinə problemlər gün üzünə çıxa bilər. Çünki biraz sərt bir açığı yeni aydır. Lakin yəni gördüyünüz kimi dekabr ayı flörtlü, maraqlı, əyləncəli və şən zamanları sizin üçün özündə daşıyır. Əziz sırf özbürcü qız olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf özbürcü qız olanlar, dekabr ayında sizdə baxdığım zaman gördüyüm şey, belə deyək, mübarizəli, biraz mübarizələrin, gərginliklərin, dava dalaşlarının olacağı, ana, ailədəki böyük, yaşca böyük qadının gündəmə gələcəyi və bu insanla bağlı ya da nəsildəki, ya da bilmirəm, evli olanlar üçün bəlkə qaynanadır. Yəni, amma yaşca böyük bir qadının gündəmə gəlməyi, bu insanla biraz mübarizələr, gərginliklərin ola biləcəyi və biraz dava dalaşlı bir aydır. Yəni, biraz gərgin keçəcək, amma intuisiyanız çox güclü olacaq. Yəni, ən azından 6-cı hissləriniz çox güclü olacaq və etdiyiniz dualar, ruhani praktikalar daha yaxşı işləyəcək. Amma birdən çox insandan biraz gərginlik və savaşın, rəqabətin bəlkə də ola biləcəyi bir zamanda əziz qız bürcləri, əsas intuisiyanız güclüdür. Ən yüksək xeyrinizə xidmət eləsin, öyrəndikləriniz sevgi və işıqla qalın.
Əziz tərəzi bürcləri və xüsusən də yüksələn bürcü tərəzi olanlar, gəlin görək dekabr ayını sizi nələr gözləyir tərəzi bürcləri. Dekabr ayında 9-cu evinizdə bir dolunay olur. Tam xaricə getmə zamanıdır. Xüsusən dekabrın ilk zamanlarda, ilk yarısında xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək potensiallıdır. Ondan əlavə dini, mənəvi, ruhani mövzulara yönəlmək, akademik mövzularda tamamlanmalar yaşamaq və ya ruhsallığa, spirituallığa, həyata baxış fəlsəfənizdə nəyisə dəyişmək kimi mövzulara yönəlmək daha potensiallı və gözləniləndir. Bununla yanaşı 3-cü evinizdə, yəni bunlardan biri ya da bir neçəsi ola bilər. Yəni yulla ki, bütün dünyadakı tərəzilər, əsasən də yüksələn tərəzilər xaricə gedəcək demək deyil, amma axır ki. 3-cü evinizdə də Merkuri olacaq. Bu da yaxın yol səyahətlərinin qapısını açır. Yenə özünü inkişaf elətdirmək, savadlanmaq, ağıl cəhətdən genişləmək, sosial media ilə çox iç-içə olmaq və bundan da əlavə belə deyək, 3-cü ev Merkuri sizi həm qəşəng bilikləndirə bilər, amma ölkə daxili səyahətləri də yönləndirə bilər. 4-cü evinizdə isə Venera olacaq. Ev, ailə, yuva mövzuları gündəmə gələcək. Evlə bağlı dekorasiya etmək istədiyiniz, düzəltmək istədiyiniz ya da gözəlləşdirmək, qəşəngləşdirmək istədiyiniz bir şeylər varsa, xüsusən dekabrın 24-dən sonra gündəmə gələ bilər. Ona görə mən belə başa düşdüm ki, bir çox tərəzi, xüsusən də yüksələn tərəzinin evi yeni il vaxtı daha belə qəşəng görsənəcək. Amma eyni şəkildə 4-cü evinizdə Mars da keçəcək ən birinci. Osa biraz ailədə, evdə, yuvada davadalaşa və gərginliklərə səbəb ola bilər. Amma həm də gözəl və şanslı, xoş, dərin anlarda yaşayacaqsınız. Yəni həm mübarizə, həm şans planeti keçib, ikisi birdən keçir deyə. Xüsusən dekabrın sonlarına doğru daha çox şans potensialı var. Ortalarsa biraz da gərginliyə daha meyillidir, amma hər ikisinin enerjisi qarışıq olacaq da. Bundan əlavə 3-cü evinizdə olacaq olan yeni ay var. Bu yaxın çevrə, qohum, əqrəbə, qonşu, qardaş, bacı kimi mövzular da dekabrda gündəmə gətirə bilər. Varsa əgər təbii ki, qohum, əqrəbə, qardaş, bacı və yenə özünü inkişaf elətdirməyi, savadlanmanı və yenə yaxın yol səyahətlərini gündəmə gətirə bilər. Yaxın yol səyahətlərində xüsusən dekabrın 13-dən sonra olan periodda ekstra ehtiyatlı olmalısınız. Yüngüldən belə deyək də, təhlükələrə girməyin, risklərə girməyin. Yəni bu barədə ehtiyatlı olun, çünki karmalarınızla da yüngüldən üzləşə biləcəyiniz bir dövrdə əsasən ticari mövzularla bağlı aldanmamaya ya da aldatmamağa, indi yəqin aldatmazsınız tərəzi bürcüsüz, amma aldanmamağa da qarşı ehtiyatlı olun. Bundan əlavə sırf öz bürcü tərəzi olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü tərəzi olanlar dekabr ayında istəklərinizə, arzularınıza doğru içinizdə bir atəş yanmağa başlaya bilər. Sizə sırf dekabrda böyük addımlar atacaqsınız deyə bilmirəm, yəni belə bir şey deməyim düzgün olmaz, amma daha çox gördüyüm şey beyninizə, düşüncələrinizə, hisslərinizə gələn istəklər, arzulardır. Hansı ki, bu bəlkə də uzun müddətdə düzgün istəklərdən istifadə eləsəz, gözəl yerlərə apara bilər. İçinizdəki biraz atəş də daha çox yanacaq və biraz qərarsızlıqdan keçəcəksiniz. Sonra tərəzi bürcüsüz deyirsiniz, nə vaxt qərarlı olduq ki, yəni biraz qərarsızlıqlar, biraz şübhələr, belirsizlikləriniz olacaq, amma bəlkə dekabr ayında ola bilər ki, çox böyük bir şans, çox böyük bir fürsət gəlib sizi tapsın və bu doğrudan çox fərqli bir şey olsun və doğrudan istəyinizə uyğun bir şey olsun, güclü bir şey olsun. Ya qəşəng bir pul, ya böyük bir şans, ya böyük bir fürsət, belə bir şeyin də gəlib sizə tapma ehtimalı var dekabr ayında. Əziz tərəzilər, dekabr ayının yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı, başqa tərəzi bürcülərinə bölüşməyi unutmayın. Sağ olun, salamat qalın. Əziz əqrəb bürcüləri və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcüləri, 8-ci evinizdə baş verici olan dolunay dekabr ayında seksual mövzuları gündəmə gətirə bilər. Həyat yoldaşının maddi qazancı varsa bunu gündəmə gətirə bilər. Ortalıq işdən gələn qazanclar, borc, kredit, miras kimi mövzular xüsusən dekabrın ilk 15 günündə, ilk yarısında daha çox gündəmə gəlmə ehtimalı var. Zaten bir əqrəb bürcüsüz, amma ekstra bir seksual enerjiniz də arta bilər. Bundan əlavə biraz travmalara meyillisiniz, transformasiyaya, dəyişimə ya da həyatınızda xeyrinizə xidmət edəməyən bir şey varsa bununla bağlı bitişə daha çox meyillisiniz. Borc, kredit gündəmə gələ bilər, həll edə bilərsiniz, bağlaya bilərsiniz əgər bir borcunuz və s. varsa və başqa yerdən gələn pullarla bağlı mövzular gündəmdədir. Spirituallığa, ruhsallığa, rituallara çox yatqın, çox meyilli olacağınız bir dönəmdə sizin enerjiniz güclü işləyəcək. İkinci evinizdə isə Merkuri olacağını görürəm. Bu da maddi mövzulara daha çox belə beyninizi yoracağınızı, başınızı daha çox maddi mövzularda işlədəcəyinizi, indi biraz lordi doldu üzrü sayın. Amma yəni zehninizin maddi mövzularından daha çox işləyəcəyini görürəm. Və üçüncü evinizdə Venera var, Mars var, yaxın çevrə, qohum, əqrəbə, qonşu,
qonşu, qardaş, bacı kimi insanlarda, xüsusən qadınlardan yana ayın 24-dən sonra daha dəstəkləyicidir. 3-cü evinizdə olacaq olan Marsda yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan həm Venera şans, dəstək verir, amma Marsda mübarizə, çətinliklər verir. Yaxın yol səyahətləri də edə bilərsiniz ölkə daxili, lakin burada yüngül risklər və təhlükələr var. Ona görə də biraz ehtiyatlı olun, maşın sürətli sürməyin, belə şeylərə qarşı ehtiyatlı yanaşın. Dekabrın ikinci yarısındasa ikinci evinizdə bir yeni ay olacaq. Bu dönəm biraz maddi olaraq sərt bir enerjidir. Ola bilər ki, bəlkə pul gündəmə gəlsin, pulla bağlı yaxşı şeylər də olsun, karmavızdan asılıdır. Amma biraz sərt potensial var deyə dekabrın sonları maddi olaraq biraz sizi bəlkə sınaya bilər, bəlkə. Amma yəni bu tam tərsi də ola bilər də, karmavızdan asılıdır. Amma biraz sınama ehtimalı bir daha yüksəkdir. Yəni də çox da şey etməyin, negativ düşünməyin. Sırf öz bürcü əqrəb olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü əqrəb olanlar dekabr ayında yenə yaxın yol səyahətləri, maşın yolu səyahətlərinə olduqca meyillisiniz. Bir dənə qərarsızlıq ya da bəlirsizlik var idisə həyatınızda, bu qərarsızlıq, bəlirsizlik bir kənara qoyulacaq və sizin gözünüz açılacaq. Daha aydın bir şəkildə həyatı görməyə başlayacaqsınız. Önünüzdə sizi aldadan ya da yalan, yəni aldadan deyəndə xəyanət mənasında demirəm də, yəni illüzional olan, görsəndiyi kimi olmayan nələrsə varsa gözünüz açılacaq və bəzi şeylərin görsəndiyi kimi olmadığını bəlkə anlayacaqsınız. Gücünüzü, enerjinizi toplayacaqsınız və həyatınızla bağlı sürətli gelişmələr, hərəkətlənmələr olacaq, komfort zonanızdan çıxacaqsınız və istəkləriniz, arzularınızla bağlı bildiyiniz, amma indiyə qədər praktika etmədiyiniz yeni bir başlanğıca və ya yeni bir addım atmaq ya da yeni bir şey başlatmaq kimi özünü göstərə bilər, təzahür edə bilər. Əziz əqrəblər, dekabr ayı maraqlı bir aydır. Arzulayıram ki, əgər videomu bəyəndisə bəyənməyi, komment yazmağı unutmayın. Digər əqrəblərlə də bölüşə bilərsiniz. Ən yüksək xeyrinizə xidmət eləsin, sevgi və işıqla qalın. Əziz oxatan bürcləri və xüsusən də yüksələn bürcü oxatan olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz oxatanlar, dekabr ayında 7-ci evinizdə baş verəcək olan dolunay ilişki mövzularınızı gündəmə gətirə bilər. Dekabrın ilk 15 günü, xüsusən də yüksələn bürcü oxatan olanlarda ciddi münasibətlər, evlilik ya da hər hansı bir münasibət mövzularını bol-bol gündəmə gətirə bilər. Bəzi insanlarda isə bu münasibət olaraq yox, ortalıq iş olaraq özünü təzahür edə bilər və bu belə deyək də münasibətlərlə bağlı, əgər problemli bir münasibətdirsə tamamlama ya da tam tərsinə keçmişdən birinin həyatınıza girmək ya da ümumiyyətlə münasibətlərin gündəmə gəlməyi ola bilər. Birinci evinizdə Merkur keçəcək, dekabr bol hərəkətlidir. Yəni yerinizdə qalmırsınız, oradan bura, buradan ora, noyabrın o qarışıq enerjisini üstünüzdən atırsınız və dekabr sürətli və hərəkətli keçir, zehni olaraq güclüsünüz, biraz da gərginsiniz. Dekabr ayında ikinci evinizdə Venera və Mars keçəcək. İkinci evinizdə 15-in Mars keçir və 24-cünə qədər biraz maddi olaraq sizi sınaya bilər, zorluqlar, mübarizələr, çətinliklər verə bilər. Ya da daha çox pul qazanmaq üçün daha çox enerjini, gücünü ortaya qoymaq, bunu belə təzahür elətdirməni gerçəkləşdirə bilər. Yəni daha çox işləyə bilərsiniz ya da biraz maddi mübarizələr ola bilər, amma 24-dən sonra böyük şans planeti Venera sizin pul evinizə keçir və dekabrın 24-dən sonraki periodda maddi olaraq, yəni Mars yenə də qalacaq, yenə müəyyən mübarizələr olar, amma Venera da keçirdiyi bolluq, bərəkət, daha çox pulun gəlməyi və şanslı dönəmdən qarşı-qarşıya gəlmə ehtimalınız dekabrın son zamanlarına doğru daha böyük bir ehtimaldır, daha gözləniləndir. Buna yanaşı dekabrda birinci evinizdə baş verəcək olan yeni ay özünüz, görünüşünüz, geyiminiz, tərzinizlə bağlı yeni bir başlanğıclara başlama, dekabrın sonlarına doğru biraz karmalar ödəmə, biraz sərt enerjilərlə qarşı-qarşıya gəlmə, amma bunun bir azadlaşma yolundakı bir proses olduğunu sizə xatırladaram. Yəni biraz zorluqlar, biraz mübarizələr olacaq, amma azadlaşacaqsınız, rahatlaşacaqsınız. Yəni dekabr həm biraz pozitiv, həm biraz bəzi sərt təsirləri olan bir aydır sizin üçün. Sırf öz bürcü oxatan olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü oxatan olanlar dekabr ayında biraz daha əliniz bərk ola bilər. İtirmə qorxuları gündəmə gələ bilər və həyatınızda sizin ən yüksək xeyrinizə xidmət eləməyən və bitirməli olduğunuz bir şeylər varsa, bununla bağlı böyük bir bitişi də yarada bilərsiniz, yaşaya bilərsiniz. Yəni həyatınızla bağlı artıq xeyrinizə xidmət eləməyən bir şey bitə bilər ya da böyük bir transformasiya yaşana bilər və güclü bir qadın fiquru, tutduğunu qopardı, nə istədiyini bilən, sözünü deyən dominant bir qadın fiquru da həyatınızda dekabr ayında bol-bol gündəmə gələ bilər. Dekabr transformativdə əlinizdəkilərə bərk-bərk yapışacağınız özünə məxsus fərqli enerjiləri özündə göstərir. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər oxatan bürcülərinə bölüşməyi unutmayın.
Əziz Oğlaq bürcləri və xüsusən də yüksələn bürcü Oğlaq olanlar, gəlin görək dekabr ayını sizi nələr gözləyir. Əziz Oğlaq bürcləri, dekabr ayında 6-cı evinizdə bir dolunay olur. Dekabrın ilk 15 günü ərzində iş həyatı, sağlamlıq, günlük rutinlər, diyet ya da ev heyvanınız varsa ev heyvanları kimi mövzular gündəmə gələ bilər. Dekabrın ilk 15 günündə sağlamlığınız cəhətdən biraz ehtiyatlı olun. İş həyatı ilə bağlı problemli bir iş varsa bunu bitirmək ya da işin gündəmə gəlməyi, bəlkə yüksəliş, yəni bu sizin xəritənizdən asılıdır. Bu tarz şeylər gündəmə gələ bilər. Bununla yanaşı dekabr ayında 6-cı evinizdə olacaq olan bu dolunay sizin belə deyək də heyvanlarla daha yaxşı vaxt keçirməyiniz barədə gözəl bir dönəmdir. Yəni dəstəkləyicidir, xəbəriniz olsun. Diyet kimi mövzularda dediyim kimi gündəm ola bilər. Dekabrda 12-ci evinizdə Merkuri olacağını görürəm. Bu zehni olaraq məntiqlə yox, daha çox intuisiya və enerji ilə irəliləyəcəyinizi görürəm. Məntiqinizdən biraz kənarlaşa bilərsiniz və bəlkə biraz məntiqinizə uymayan qərarlar da verə bilərsiniz. Birinci evinizə Venera keçir dekabrda və Mars keçir. Dekabrın 15-dən etibarən birinci evinizə, yəni sizin öz bürcünüzə keçəcək olan Mars həyatınızda idman, hərəkət, hərarət, bəlkə seksuallıq, güc, enerji və biraz da mübarizə, zorluq və çətinlik gətirəcək. Bununla yanaşı dekabrın 24-dən sonrası birinci evinizə keçəcək olan Venera həyatınızda sevgi, eşq, bolluq, bərəkət, gözəllik, yaraşıq, estetika və gözəlliklər gətirəcək. Bundan əlavə dekabrda 12-ci evinizdə bir yeni ay olacaq. Dekabrın son yarısındasa daha çox ruhsallıq, spiritual mövzular, mənəvi mövzular, enerji kimi temalar daha çox gündəmə gələcək və biraz da öz şuuraltınızdan, öz travmalarınızla bağlı düşünə biləcəyiniz, gündəmə yəni fikirləşə biləcəyiniz, biraz içə qapanıq və depressiv hiss edə bilməyə meyilli olduğunuz bir dönəm olacaq. Amma narahat olmayın, müvəqqətidir. Sonra gözəl enerjilər daha yüksəkdir. Bununla yanaşı sırf öz bürcü Oğlaq olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü Oğlaq olanlar dekabr ayı həm sevgi cəhətdən, həm pul cəhətdən olduqca potensialı və gözəl enerjilər özlərində daşıyır. Maddi olaraq bolluq, bərəkət içində ola bilərsiniz, sağlam vəziyyətdə ola bilərsiniz, ilişkilərə yönələ bilər, özünüzə güvənə bilər, sağlam, güclü, bərk dayana bilərsiniz. Öz bürcü Oğlaq olanlar üçün çox güclüdür. Həm sevgi, bəlkə güclü ortaqlıq işlər ya da güclü pul ya da yox, həm də maddi rifah, işdə bəlkə yüksəliş, uğur ya da gözəl enerjilər və özünə güvən mövzuları bol-bol gündəmdədir. Videonu bəyəndisə bəyənməyi, komment yazmağı və digər Oğlaq bürclərindən bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz Dolça bürcləri və xüsusən də yüksələn bürcü Dolça olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz Dolçalar, dekabr ayında 5-ci evinizdə olacaq olan dolunay sevgi, eşq, flört mövzularını gündəmə gətirə bilər. Həyatınıza yeni flörtlər, sevgilər girə bilər, hobiləriniz gündəmə gələ bilər və bunlarla zaman keçirə bilərsiniz. Bununla yanaşı həm də uşaq mövzuları varsa, bəlkə bunlar da gündəmə gələ bilər. Yəni əgər evlisinizsə və s. belə bol-bol əylənə bilərsiniz, zövq ala bilərsiniz. Dekabrın ilk günləri sizin üçün olduqca uğurludur. Sonra 11-ci evinizə keçəcək olan Merkuri sosial çevrənizdə dostlarınızla bol-bol görüşməyinizə, buradan ora getməyinizə və çox hərəkətli bir dönəmə, əsasən sosial cəhətdən hərəkətli bir dönəmə girməyinizə səbəb olacaq. Dekabrda 12-ci evinizə Venera və Mars keçəcək. Ayın 15-i keçəcək olan Mars 12-ci evinizə psixoloji olaraq biraz sizi yora bilər, gizli düşmənliklərlə mübarizə verməyinizə səbəb ola bilər ya da özünüzü, auranızı biraz daha zəif hiss edə bilərsiniz, qəribə, neqativ yuxular görə bilərsiniz. Lakin bununla yanaşı 12-ci evinizdə həm də Venera keçir 24-dən sonra. Ondan sonra ruhani qorumanız daha bərkiyəcək, dualarınız daha tez qulaq asıla bilər, eşidilə bilər. Lakin sevgi cəhətdən ilk vaxtlar gözəl potensial enerjilər olsa da, açıq danışsam dekabrın sonlarına doğru 24-dən sonra da xüsusən heç elə deyil. Ona görə platonik sevgilər, köhnə mövzular və s. daha gündəmə gətirməyə meyillidir. Ona görə sevgi cəhətdən ilk vaxtlarda bir şey gözləyə bilərsiniz, amma sonlarına doğru çox potensiallı deyil, biraz problemli ya daha meyillidir. 11-ci evinizdə də yeni ay olacaq. Dekabrın ortalarına doğru dostluqlarınızla bağlı problemli dostluqlarınız varsa, bunlar biraz gündəmə gələ bilər. Dostlarla bağlı karmalar və s. ödəmək mövzuları varsa, bunlar gündəmə gələ bilər. Biraz daha bəlkə populyarlaşa bilərsiniz dostlarınızın arasında. Dostluqlar bol-bol gündəmə gələcək. Yəni ki, biraz sərt enerjilər var, amma dəstəkləyən gözəl enerjilər də olacaq, şanslı faktorlar da olacaq və dekabrın ilk vaxtları sizin üçün çox daha şanslı və gözəldir. Bununla yanaşı sırf öz bürcü Dolça olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü Dolça olanlar dekabr ayında belə deyək, bəzi çəkdiyiniz zəhmətin qarşılığını almadığınızı başa düşüb bəzi şeyləri bitirə bilərsiniz. Xüsusən belə deyək də, kollektiv işləriniz və s. varsa, həm sürətli gelişmələrlə qarşı-qarşıya gələ bilərsiniz, həm də bəzi şeylərin kifayət qədər zəhmətinizə dəymədiyini başa düşüb onlarda bitişlər yaşaya bilərsiniz. Din ya da mentalitetə önəm verən bir kişi var.
varsa, bunun da bu periodda bol-bol gündəmə gələcək. Yəni bir ata, baba ya da ailə böyüyü varsa, dekabrda bu insanın da bol-bol gündəmə gələcəyini demək mümkündür. Yəni həm sürətli gelişmələrin olduğu, həm də bəzi şeylərin artıq o deyil deyib qutaracağınız böyük ehtimalla ki zamandır. Ən yüksək xeyrinizə xidmət eləsin dekabr ayı. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər dolça burcularını göndərməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət eləsin. Sağ olun, salamat qalın. Əziz balıq burcuları və xüsusən də yüksələn burcu balıq olanlar, gəlin görək dekabr ayında sizi nələr gözləyir. Əziz balıq burcuları, dekabrda 4-cü evinizdə baş verəcək olan dolunay ev, ailə, yuva mövzularını gündəmə gətirəcək. Dekabrın ilk 15 günündə ailənizlə, evlə gözəl zamanlar keçirtməyin, birlik, bərabərlik yaşama, ev mövzuları ilə bağlı bəlkə bir şeyin tamamlanmağı və yuva enerjisinin çox yüksələcəyi, gündəmə gələcəyini demək mümkündür. Bununla yanaşı dekabrda 10-cu evinizdə olacaq olan Merkuri iş həyatı ilə bağlı sürətli gelişmələr gətirə bilər. İşləyirsinizsə fokusunuz və enerjiniz daha çox iş həyatına gələ bilər. Və bundan əlavə dekabrda 11-ci evinizdə Venera və Mars keçəcək. Dekabr ayının 15-dən sonraki periodda dostluqlarınızla bağlı biraz gərginliklər və mübarizələr verə bilərsiniz. Bu gərginliklər, problemlər biraz davam edə bilər. Bu həm də hədəflərinizə, arzularınıza da yönəlməyinizə yaxşı bir vəsilə də olacaq. Hədəflərinizi gözdən keçirdə bilər və böyük ümidlərinizə, böyük arzularınıza da yönələ bilərsiniz. Yəni hədəflərinizi aparan, amma dostluqlardan biraz mübarizə verdirən bir dönəmdir. Lakin dekabrın 24-dən sonra 11-ci evinizdə Venera keçir. Ondan sonraki period çox daha böyük və şanslı ola bilər. Dostluqlardan yana şans, xüsusən qadın dostluqlardan yana dəstəklənmə və ya hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən böyük şansların sizlə olmağı və bəlkə də dekabrın 24-dən sonraki periodda karyeradan yana ekstra qazanclar ya da gözəl bərəkətli dönəm kimi də özünü göstərə bilər. Son olaraq dekabrda 10-cu evinizdə baş verəcək olan yeni ay isə həyatınızla əlaqədar, karyera ilə əlaqədar biraz daha gözünüzün açılacağı, iş həyatında bəlkə də bir dəyişim ya da yeni başlanğıcdan qarşı-qarşıya gələ biləcəyinizi göstərir. Problemli bir iş ya da bir şeylər varsa, bununla bağlı bir tamamlanma, bəzi karmalarla üzləşmə, səhvlər eləmisinizsə, karmalarla üzləşmə, əgər daha çox yaxşı şeylər eləmisinizsə də, yenə də bir gözünüzün açılacağı və bəlkə də bir yüksəliş yaşayacağınız bir dönəm ola bilər. Əziz balıq burcuları, bununla yanaşı sırf öz burcu balıq olanlar dekabr ayında sizi nələr gözləyir? Maddi olaraq çox bərəkətlisiniz, gözlədiyiniz pullar gələ bilər, yeni bir işə başlaya bilər. Bu günə qədər praktikavız olmayan, amma biliyiniz olan bir şeydə, bir işlə bağlı bir başlanğıca başlaya bilərsiniz. Maddi olaraq gözəl pullar, bərəkət sizdən bir yerdə ola bilər. Bəlkə də uşaqlıqdan bəri istədiyiniz bir şeyə başlaya bilərsiniz. Dərin keçmişdən gələn gözəl xoş anılar gündəmə gələcək və güclü keçmiş enerjisi ilə pul enerjisi birləşəcək və maddi olaraq olduqca bərəkətli, gözəl, güclü bir dönəmə girəcəksiniz. Bir başlanğıclarda dediyim kimi ola bilər ya da gözlədiyiniz pulların gəlməyi, keçmişdən bəlkə verilən bir borcun sizə qaytarılmağı və s. Əziz balıq burcuları, arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər dekabr ayı. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və fikirlərinizi bildirməyi yorumlarda unutmayın. Başqa balıqlarla da bölüşə bilərsiniz. Sevgi və işıqla qalın. Əziz bütün burcular, dekabr ayı möhtəşəm olsun. Sevgi və işıqla qalın.